İbtidai sinif müəllimləri üçün sınaqlarla bağlı bir video paylaşmışdıq və həmin videoya gələn ən çox rəy bu mövzuda oldu ki, və yaxud da şəxsidə yazılıb soruşulan ən çox sual bu oldu ki, mətn sualları nə yerdədir həmin sınaqlarda? Mətn sualları eynən imtahanda olduğu kimidir. Məsələn, siz imtahana girəndə 8 dənə mətn sualı olursa, bizim də bir sınavımızda 8 dənə mətn sualı var, istisnasız olaraq. Yəni, siz 10 dənə sınaq alıb işləyirsinizsə, bu o deməkdir ki, 80 dənə mətn sualı işləmiş olursunuz. Xüsusən indiki dövrdə deyək, mətn sualları problemdir. Yəni, mətn sualları çoxdur əslində, amma imtahana uyğun, düzgün, subyektiv olmayan mətn sualları azdır. Ona görə də bu cür mətn suallarını, yəni tam imtahana uyğun və doğru hazırlanmış mətn suallarını işləyib imtahana girə bilərsiniz. Bunun üçün bir daha nömrəni xatırladıram. 051 537 90 86 nömrəsinə WhatsApp-da yazıb sınaqlar haqqında məlumat da əldə edə bilərsiniz, sınaqları əldə də eləyə bilərsiniz.